Diqqətsizlik üzündən mən atqaz aldım. Bu həyatda ən dəyərli olan sizsiniz və mənə görə bu real uğur hekayəsi deyil. Bugün çox təəssüf ki, sosial mediada saxta, şişirdilmiş hekayələr var. Mən beynəlxalq dərəcəli müəllimlik yolunda ilk addımlarımı atmış oldum. Hər kəsə salam. Bugün fərqlilik eləmək istədim. Bugün mən sizə özümün müəllimlik hekayəmi paylaşmaq istəyirəm. Çünki məni izləyən bir çox gənc ingilis dili müəllimələri görürəm. İştirak etdiyim konfranslarda və ya tədbirlərdə və ya da səhifəmə izləyici olaraq yazırlar. Sizdən ilham alırıq. Bir ingilis dili müəlliməsinin gedə biləcəyi hekayənin ən gözəl nümunəsi deyirlər. Bilirsiniz ki, mən artıq sahibkar olaraq da fəaliyyət göstərirəm. Bir şirkət idarə edirəm. Belə deyək, biznes leydi olsam da belə, mənim üçün özümü ən xoşbəxt hiss etdiyim və ən özgüvənli olduğum alan məhz ailə müəllimi olmaqdır. Çünki mən bu sahədə özümü yetişdirmişəm və mən özümü ən xoşbəxt gördüyüm sahə məsələ səhərdən axşama qədər tələbələri ilə işləyən, onların uğur hekayəsində yer alan ailə müəllimi olmaq mənim üçün daha zövqlü və daha inamvericidir mənim üçün. Əslində mənim hekayəm UK-də yox, Amerikada başlamalı idi. Məni yaxından tanıyan insanlar bilir ki, mən ümumiyyətlə Amerikan mədəniyyətinin təsiri altında böyümüş bir gənclərdən olmuşam və universitet illərimdə və ümumiyyətlə 8 il ərzində biz Amerikan ailələri çox yaxından əməkdaşlıq edən, Azərbaycanda host family olan bir ailə olmuşuq və mənim ingilis dili öyrənməyimdə də Amerikanların əvəzsiz rolu olub. Düşünürdüm ki, və mənim də xəyalım Amerikada bir karyera qurmaq və Amerikada beynəlxalq müəllimlik təcrübəsi qazanmaq idi. Və bu proseslə və buna start verdim və ilk dəfə olaraq TESOL və TEFL sertifikatlarımı almaq üçün müraciət etdim və Amerikada San Fransiskoda və mən gedib orada bu sertifikatı almalıydım və daha sonra isə həyatımı Amerikada yaşamalıydım. Elə oldu ki, o zamanlar mənim işimi görən şirkətin səhvi və diqqətsizliyi üzündən mən atqaz aldım. Və beləliklə də mənim ard-arda gələn 5 dəfə atqaz olan Amerikan hekayəm başladı. Mən ruhdan düşüb demotivasiya oldum ki, yəni mənim Amerikan xəyalım alınmadı və alternativlər axtardım. Mən ümumiyyətlə heç vaxt həyatda give up, yəni pəs etmək hədəfi olmayan biriyəm. Mənim üçün həyat varsa mübarizə də var. O düşüncəli biriyəm. Və təbii ki, Amerikadan sonra və ilk məncə eləməz UK gələ bilərdi və o zamanlar 2014-cü ildə mən King's College-da 6 aylıq ixtisas artırma proqramı var idi və mən həmin proqrama müraciət etdim və uğurla keçdim. Və UK-də 6 aylıq King's College-da ixtisas artırma, ingilis dili müəlliməliyi üzrə proqram keçdim və daha sonrası UK-də olduğum müddətdə Twin qrupla mən advanced səviyyə ingilis dili və bununla yanaşı CDP proqramında qazandım və proqramın çərçivəsində mən UK-də yaşadığım müddətdə bir çox özəl məktəblərdə təcrübə proqramlarında keçməyə başladım. Və artıq bu prosesi yaşadıqdan sonra mən düşündüm ki, məsələ mənim ingilis dili müəllimlik hekayəmdə UK mərkəzdə dayanmalıdır. Çünki bunlar mənə gözəl dostluqlar, təcrübə, özgüvən və bilik və əsasında mən beynəlxalq dərəcəli müəllimlik yolunda ilk addımlarımı atmış oldum. Və daha sonra isə bu prosesi dayanmadan davam etdim və Celta Delta'ya qədər bu prosesi gətirə bildim. Ümumiyyətlə məni izləyən gənc müəllimlər daima məndən məsləhət alırlar ki, bu karyeranı necə edək. Bugün çox təəssüf ki, sosial mediada saxta, şişirdilmiş hekayələr var və insanlar saxta binaların qabağında şəkil çəkib əlində dəftər, kitab olaraq buradan məzun oldum deyə hekayələri paylaşırlar və pul qazandıqdan sonra o Avropa ölkəsində, bu Avropa ölkəsində tur etməklə mən dünyanı gəzirəm deyə bir hekayələr anladırlar. Amma mənə görə bu real uğur hekayəsi deyil. Real uğur hekayəsi sizin özünüzsünüz, sizin özünüzə etdiyiniz investisiya, sizin özünüzə olan bilginiz və savadınızdır. Dünya nə qədər inkişaf etsə də belə, nə qədər texnoloji inkişaf etsə də belə, məncə daima müəllimlərə və ənənəvi təhsil üsuluna həmişə ehtiyacı olacaq və ən əsası bilikli kadrlara. Mənim yanaşmam həmişə olub, hansı sahədə olursansa ol, o sahədə işinin professional olmaq şərtdir. Mən düşünürəm ki, əgər mən bir dərzi olsaydım, işimi bu dərinliyinə qədər öyrənərdim. Əgər mən bir satış meneceri olsaydım, işimi dərinliyinə qədər öyrənərdim. Bu mənim həyat
prinsipimdir ki, insan hansı sektorda olursa olsun o işinin professionalıdır. Mən başdan da dedim ki, mən özümü güclü sahibkar, güclü biznes lady görmürəm, amma mən özümü daim üzərində inkişaf edən, işləyən və inkişafa meyilli olan müəllim kimi görürəm və bu özümün ən çox özgüvənli olduğum sahədir və sizə özünüzə daima investisiya etməyi, özünüzün daha yaxşı bir seansı yaratmağı məsləhət görürəm. Əlinizə 500 manat pul düşən kimi onu kafelərə, restoranlara, nə bilim, marka geyimlərə xərcləməkdəndirsə, bunu özünüzə yatırın, özünüzə investisiya edin. Bu həyatda ən dəyərli olan sizsiniz və sizin sahib olduğunuz dəyərlər və bilgilərdir. Bu həyatda ən gözəl müəllim isə başqalarının həyatına toxunuş etmək və başqalarına işıq olmaqdır və mən illərdir ki, bu yolda, bu istiqamətdə addımlayıram və məncə məni uğurlu edən də budur. Bəlkə də mənim hekayəm bir çoxunuza maraqlı ola bilər və motivasiya ola bilər və hətta çox gənclərimizi görürəm ki, müəllimlik fəaliyyəti etmək istəyirlər, amma yarı yolda qoyurlar. İnanın ki, nə edirsinizsə edin, sevgiyle edin. Mən həmişə deyirəm, Kənan Doğulu'nun mantısı çox sevirəm, nə yaparsanızsa yap, aşkla yap. Yəni bu çox önəmli bir şeydir və hər birinizə öz sahənizdə professional və mütəxəssis olmağı arzu edirəm. Hər bir şey keçəri və trenddir, amma daimi qalan bizim sahib olduğumuz bilgilər, bacarıqlar və bizim sahib olduğumuz biliklərdir və inkişaf etməkdən heç vaxt qorxmayın. Bu bəlkə də mənim üçün xəyal idi ki, illər öncə mən daima EATFL izləmişəm. Oradakı olan müəllimlərin çoxunu tanıyıram. Çox həyəcanlıyam, çünki mənim müəllimlik həyatımda və yetişməmdə əvəzsiz rol oynayan mentorlarla mən real həyatda rastlaşacağam, onlarla görüşəcəm və onların qarşısında onların şah əsəri olan bir speaker olaraq çıxış edəcəm. Və hər bir gənc müəlliməmizə bu təcrübəni yaşamağı və öz sahələrində mütəxəssis olmağı arzu edirəm. Və daima söz verməyə çalışıram, amma işlərim yoğun olduğuna görə bəzən hekayəmi sizinlə paylaşa bilmirəm, amma bu günlərim sizə məhz UK hekayəmi paylaşmaq istədim. Bəlkə də bu hekayəm çoxlarına maraqlı və motive edici olacaq. Görüşərik, özünüzə yaxşı baxın. Nə yapırsınızsa yapın, aşkla yapın və nə edirsinizsə edin, işinizin mütəxəssisi olmağı unutmayın, özgüvənli olun, sahənizin, alanınızın hakimi olun, boş trendlərə, saxta hekayələrə və başqalarını kopya etməyə çalışmayın. Sizin özünüzün öz dəstək xəttiniz olsun. Başqaları bu edir, mən də edim deyə bir şey yoxdur. Hər kəs bu həyata fərqli gəlib, hər kəsin hekayəsi və yolu fərqli olmalıdır və o yolu, o hekayəni edənsə sizin özünüz və öz mənliyinizdir.